14 aprel tarixində Teens Azərbaycan nümayəndəliyində Çindən gələn qonaqların iştirakı ilə beynəlxalq işgüzar görüş və tədbir keçirilmişdir. Hörmətli dostlar, mən Azərbaycanda olmaqdan çox məmnunam. Sədr Li Sizinyanın rəhbərliyi altında Teens qrup artıq 34 ildir ki fəaliyyət göstərir, 224 ölkəni əhatə edir və 118 dövlətdə filiallara malikdir. Yerli hökumətin dəstəyi ilə Azərbaycandakı filial artıq 20 ildir ki uğurla inkişaf edir və distributorlarımıza yüksək keyfiyyətli sağlamlıq məhsulları təqdim edir. Bu təlim seminarının keçirilməsi Teensin Azərbaycan bazarında daha da inkişaf etməsinə töhfə verəcək, distributorlara sağlamlıqlarını qorumağa, maliyyə müstəqilliyinə nail olmağa və rəqəmsal aktivlərdən dividendlər əldə etməyə kömək edəcəkdir. Təşəkkür edirəm. Toplantının mühüm hissələrindən biri də Azərbaycan bazarına təqdim olunacaq yeni məhsulların təqdimatı olmuşdur. Bu günləri Teens şirkətinin növbəti tədbiri baş tutub. Bu günləri bu tədbirdə yeni layihələr təqdim olunacaq. Teens şirkəti 24 ildən çox bir müddətdir ki, Azərbaycan bazarında fəaliyyət göstərir. İnsanlara tövsiyəm odur ki, Teensdən istifadə etsin, sağlam olsun. Biz seçimimizi eləmişik. Siz də bizə qoşulun, sağlam olun. Hər kəsə uğurlar arzulayıram. Görüş zamanı qrupun prezidenti Zhou Debao rəhbərliyi ilə regional biznesin yenilənməsi və dinamik inkişafı istiqamətində həyata keçirilən tədbirlər xüsusi vurğulanmışdır. Bugün Teens şirkətinin növbəti konfransı baş tutur. Konfransımızın məqsədi yeni layihəmizə start verməkdir. 20 ildən artıqdır Azərbaycan bazarında xidmət göstərən Teens şirkəti sağlamlıq sahəsində böyük fəaliyyətləri, layihələri olmuşdur. Artıq bir ildən artıq bir zamanda yeni layihələrimiz, yeni bir era başlanğıc etmişik və bu həm də Çin-Azərbaycan iqtisadi əlaqələrin inkişaf fonunda da özünü göstərməkdədir və bu inkişafın bir parçası olmaq bizim üçün də qürur vericidir. Tədbirimiz yeni layihə ilə bərabər olaraq 500-dən artıq əməkdaşını, distributorunu da bir yerə toplamışdır və onlarla birlikdə möhtəşəm bir tədbir gün ərzində davam edəcəkdir. Eyni zamanda idarəetmə prosesinin təkmilləşdirilməsi məqsədi ilə yerli fəaliyyətlər nəzərdən keçirilmiş, nəzarət mexanizmlərinin gücləndirilməsi və əməliyyat səmərəliliyinin artırılması istiqamətində qərarlar qəbul olunmuşdur.